Konstitusiya və suverenlik ili çərçivəsində Gələcək, Təhsil və Sosial Dəyərlər adlı tədbir təşkil olunub. Tədbirdə dövlət himni səsləndirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir, Konstitusiya və Suverenlik ili çərçivəsində sosial məsələlərin həllinə kömək İctimai Birliyi tərəfindən təşkil olunub. Qızların Elm Yolu layihəsinin aralıq hesabatı və qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan Sosial Bağlar Platforması layihəsinin bağlanışında dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər. Bəli, bugünkü tədbirimiz Konstitusiya və Suverenlik ili çərçivəsində həyata keçir və iki sosial layihənin bağlanışı bugün baş tutdu. Layihələrin əsas məqsədi cəmiyyətin sosial inteqrasiyasını yaxşı bir şəkildə inkişaf elətdirmək, cəmiyyətdə korporativ sosial məsuliyyəti yaxşı bir şəkildə inkişafına töhfə vermək və sosial işlərimiz, sosial layihələrimizlə dövlət qurum və aidiyyatı qurumlara da cəmiyyət tərəfindən və dövlət təşkilatı olaraq öz dəstəyimizi göstərməkdir. Təşəkkür edirik. Təqdim olunan tamaşada qızların, qadınların təhsil alması, inkişaf etməsi və sosial imkanlardan daha geniş yararlanaraq gələcəkdə cəmiyyətin faydalı bir fərdinə çevrilməsindən bəhs olunurdu. Bilirsən, onu oxumağını istəmirəm. Mən də kişiyəm də, mən də atayam da. Onun üçün ki, ayaqlarım işləmir. Allah'ın işidir də. Mənim işi də beləcə. Tamaşadan sonra təşkilatın illik hesabat video çarxı təqdim olundu. Sonra dövlət qurumlarının nümayəndələri aktual mövzu ilə bağlı fikirlər səsləndirdilər. Azərbaycan tarixində çox imkanlı milyonçular olub ki, onlar o dövrlər belə qızlarımızın maariflənməsi üçün böyük işlər görüblər. Bunlara misal olaraq biz Zeynalabdin Tağıyevi və Nağıyevi misal göstərə bilərik. Sizə təqdim edəcəyimiz video çarxın arxasında çox ciddi əziyyət dayanır, çox ciddi stres dayanır, gərginlik dayanır və ən önəmlisi çox güclü bir komanda dayanır. Biz çalışaraq öz tərəfimizdən sizə bu kimi layihələrin həyata keçirilməsinə dəstək göstərək. Eyni zamanda onu da bildirmək istərdim ki, həqiqətən qızların təhsilə cəlb olunması və sosial problemlər fonunda bu məsələnin daha aktual olmağını biz nəzərə almalıyıq. Uşaqların, xüsusilə də qızlarımızın təhsil almasına önəm verməyiniz bu əsas çox vacib məqamlardan biridir. Bilirsiniz ki, bizdə daxili işlər orqanları əməkdaşları olaraq bu istiqamətdə eyni zamanda müxtəlif profilaktik, preventiv tədbirlər həyata keçiririk. 2017-ci ildə bir çox valideynlər fiziki məhdudiyyətli uşaqları bəlkə də evlərinə qapayırdılar. Onları cəmiyyətə inteqrasiya olmağına mane olurdular. Hətta nəinki mane olurdular, onları müəyyən bir qapalı şəraitdə saxlayırdılar. Biz həqiqətən də inklüziv cəmiyyətdə hər bir fərdin tam hüquqlarının, həmçinin də sosial ehtiyaclarının qorunduğu cəmiyyətdə, sosial rifahın bərqərar olduğu cəmiyyətdə yaşaya bilərik. Prezidentlərimizi, liderlərimizi yetişdirən cəmiyyətin ilk təməl qoyucuları bizim analarımızdır və
Azərbaycan kişisi üçün kişilik deyilən bir anlamın, necə deyim, kəsilməz bir nöqtənin, bir qürur yerinin namus anlayışı bizim qızlarımız, analarımızdır. Mən çalışacağım ki, öz prorektor həmkarlarımın çıxışlarının davamını gətirim. Cəmilə xanım Hacı Tağıyev haqqında bir fikir səsləndirdi və hamımızın bildiyimiz onun başqa bir fikri də var ki, bir oğlana təhsil verirsənsə, bir təhsilli insan yetişdirirsən, bir qıza təhsil verirsənsə, təhsilli bir ailə yetişdirmiş olursan. Rəsmi hissədən sonra bədii proqram təqdim olundu. Xarı Bülbül muğam qrupu, daha sonra sağlamlıq imkanları məhdud olan uşaqların ifasında Qarabağ mahnı nömrəsi ifa edilib. Tədbir iştirakçıları layihə ilə bağlı təəssüratlarını bölüşüblər. Bugün Sosial Dəyərlərə Dəstək İctimai Birliyinin gözəl bir layihəsinə yığılmışdıq. Deməli, gənclik, gələcək, təhsil sahəsini əhatələyən belə bir layihə olduqca mükəmməl hazırlanmış bir proqram idi və burada uşaqların, qızların təhsil almasının təbliğatı məsələsi idi, inteqrasiya məsələsi idi. Əlilliyi olan uşaqlarla sağlam uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məsələsi idi və rəsmilərin burada iştirakı qürur verici idi. Həqiqətən də bu gün bunlara dəstək verən Musiqili Akademik Dram Teatrına da təşəkkür edirik ki, mükəmməl formalaşan qeyri-hökumət təşkilatları gündəmdədir və formalaşırlar, özləri öz fəaliyyət istiqamətlərini gözəl seçirlər və bu gün böyük bir təbliğat idi, cəmiyyətə böyük bir təbliğat idi və iştirakçılar da hamısı çox məmnun qaldı. Sonda rəsmi qonaqlar, tamaşanın yaradıcı heyəti və inklüziv uşaqlar xatirə fotoları çəkdiriblər. Hüsniyə Salmanova, Samir Əliyev, Bu Gün TV.